Bu dünya fanidir fani, bu dünyada kalan hani. Davud oğlu Süleymani taxt üstündən salan dünya. Salan dünya da rədif gəldim qafi. Sənin bəhrən yiyən kimdir? Kiye ki behreyi burada var. Senin behren yiyen kimdir? Kiminki sen? Yiyen kimdir? Yiyen yani sahip etkiye. Maliki yaz. Senin behren yiyen kimdir? Kiminki sen? Yiyen kimdir? Sana doğru diyen kimdir? Yalan dünya. Yalan dünya. Kiye kime ki rast. Ey dünyayı duru. Sana doğru diyen kimdir? Yalan dünya. Yalan dünya. Seni ferzaneler attı, kapıp divaneler tuttu. Ferzane ha tol انداختن دیوانه ها گرد. Seni ferzaneler attı, kapıp divaneler tuttu. Kimi aldı, kimi sattı. Satan dünya, alan dünya. Təyyarə Təbrizə Şəhriyar adlı bir xəzan vurmuş Gülüstanı gətirdi. Bir dünya gül çiçək bir ovuc toz almış yarpağa dönmüşdü. Daha gözləri, o gözlərinin mavi səması şimşək şaxmırdı. Daha o gözyaşları donmuşdu. O ata gülüşləri durqsunmuşdu. Və o şair baxışları, sehirli gözləri, sehirli baxışları qapılmışdı, əbədi bir yuxuya dalmışdı. Pərilərə ulduzlar kimi aldanmışdı. Ələst sağərindən qalmışdı. O gün tarixlər qucaqlaşmadaydılar. Şəhriyar xalqı 80 il yaralı çiyinlərində gəzdirmişdi. İndi isə xalq onu daşımalıydı. Şəhriyar necə tarix kimi xalqın çiynində süzürdü. İlk olaraq Ərk qalasıyla vidalaşdı. Vay, Təbrizin qaşı qəmdən çatılmışdı. Daha sara selə atılmışdı. El bir də desin, sel saranı qapdı, qaçırtdı. Ağlaşdı buludlar da bu daşqın selimizdə. O gün Eynalının alnı qəmdən, qəzəbdən damar çalmışdı. Şəhriyar Eynalının qəmlə təklərində düşən Xaqaninin qucağına verildi. O gün Qətran, Humam, Xaqani, Əsədi, Tusi, Xətib Təbrizi, ariflər, dədələr, şairlər Şəhriyarın peşvazına gəlmişdilər. Xalq Şəhriyarı tarixə buraxdı. Şəhriyar Ərklə vedalaşdıktan sonra Məqbərət-ü Şüəraya yönəldi. Orada qaldı.